Baxaq 31-ci suala. Çox ədlər son uyğunluğu müəyyən edin. 4a kvadratı çıxılsın 2a, üstə gəlsin b, çıxılsın b kvadratı. Deməli, birinci bunu sadələşdirək. Sadələşdirsək, burada nə edərik? 4a kvadratları bir sadələşdirək. Kvadrat olmayanları da bir. Mənfini çıxarsam 2a minus b qalır. Bu da bizdə 2a minus b vurulsun 2a plus b kvadratlar fərqi. Çıxılsın 2a minus b. Hər ikisində 2a minus b ortaqdır deyə 2a minus b-ni ortaq vurğun mörtəzə xaricini çıxarsaq qalır 2a plus b minus 1. İndi baxırıq buna vuruqlarına. Bizə yazılıb ki, a bəndi 2a plus b minus 1 350-sinə bölünür, düzdür. Çünki özünün vuruğunda biri ilə 2a plus b minus 1-dir. Biri a bəndi uyğun gəldi. Sonra a minus 4b çıx 1 350-sinə bölünür. Bizim vuruqlarımızda belə bir üsədli yoxdur. Sonra 2a plus b-yə bölünür. 2a plus b-miz də yoxdur bizim vuruqlarımızdan. 2a minus b-yə bölünür. Düzdür, 2a minus b var. Birinci vuruğumuz 2a minus b-dir. Deməli, buna d bəndi də uyğun gəldi. Sonra a minus 4 250-sinə bölünür, səhvdir. Bizdə a minus 4 yoxdur. Deməli, 1-ə uyğun gəldi a və d. Yazaq elə qarşısından a, d ilə a. Bu şəkildə. İndi keçək ikincini sadələşdirək. İkincidə də 6a çıx 2-nin kvadratı çıxılsın 5a plus 2-nin kvadratı. Bunu da kvadratlar fərqinə görə açsaq, 6a çıx 2 çıxılsın 5a plus 2. Bir dəfə də 6a çıx 2 plus 5a plus 2. O da bərabərdir. Mənfini açsaq mörtərizəyə görə. 6a çıx 5a a verir. Mənfi 2-ndə 2 çıxanda mənfi 4 eləyir. Və 6a ilə 5a 11a. Mənfi 2-lər də gedir. Vur 11. Elə bunu 11 yazaq. Daha doğrusu 11a. Vuruqlarımız oldu bu şəkildə. Buradan da baxsaq deyir ki, birinci vuruq bizim üsəllimizin tərkibində yoxdur. B bəndə də vuruğumuz yoxdur. Buna oynayacaq Y bəndi. A minus 4-ə bölünəcək. Deməli. Buna da yazaq Y bəndi. Deməli, 2-yə də E bəndə uyğun gəldi. İndi baxıram üçüncüyə. Üçüncüyə baxaq. A minus 1-in kvadratı çıx 16b kvadratı. Bu da bizə deməli, kvadratlar fərqinə görə açsaq, a minus b çıx 4b, bir dəfə də a minus b plus 4b. Bu şəkildə vuruqlarına ayrılır. Burada da baxsaq ki, bizdə var b bəndi, a minus 4b minus 1. Buna da b bəndi uyğun gəlir. Başqa baxaq hansı uyğundur? Yox, başqa heç bir uyğun deyil. Baxaq 32-ci suala. Deyir ki, a çox ədləsinə x minus 5-in kvadrat çıx 9 çox ədləsinə vuruqları a-dır. Deməli, onda a olacaq. Bunu vuruqlarına ayırsaq, x minus 5 minus 3, yəni 9-u da 3-ün kvadrata kimi yazsaq və x minus 5 plus 3 kimi. Onda olacaq x minus 8 və x minus 2 şəklində. İndi b-yə baxaq. B olacaq bizdə x-in kubu çıxılsın 5x-in kvadratı üstəgəl 6x. Buradan da biz x-i çıxarsaq mörtəzə xaricinə x-in kvadratı çıx 5x plus 6. O da bərabərdir x vurulsun. X kvadrat çıx 5x plus 6 da x minus 2 x minus 3 şəklində vuruqlarına ayrılır. Bu da belə. İndi baxaq c-yə. C də bizdə x kvadratı çıx 9-da. X kvadrat çıx 9-da olacaq x minus 2 x minus 3. Və bu a çox ədlisi. Bu b. Bu da c-dir. C, b, a. Baxıram a ilə b-nin ortaq olanına. A və a-nın vuruğuna baxıram, b-nin vuruğuna baxıram. Hər ikisində olan x minus 2-dir. Deməli, x minus 2 ortaqdır. Onda a-nın x minus 2-si ortaqdırsa, x minus 8-i tək haldadır. B-də də x minus 2 özündədirsə, indi baxaq b ilə c-yə. B ilə c-nin də kəsişmə hissəsində nə var?
Burada x minus 3'dür. Deməli, B ilə C-nin də ortaq olan hissəsində x minus 3 var. Deməli, x minus 3 hər ikisindədir. Onda C-də x minus 3 C-nin kəsişmə hissəsindədirsə, onda x plus 3 də tək C-nin özündədir. X plus 3 də deməli, tək C-nin özündədir. İndi qaldı B. X minus 2 A-dadır. X minus 3 C-dədir. Onda tək x də özündədir.